AFFA Hakimlər Komitəsi 2024-25-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında oyunları idarə edəcək hakimlərin siyahısını təsdiqləyib. Elit kateqoriyasında baş hakim kimi 17 referi fəaliyyət göstərəcək. Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu, Rauf Cabarov, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Rəşad Əhmədov, Fərid Hacıyev, Tural Qurbanov, Rauf Allahverdiyev, Cavid Cəllov, Əli Əliyev, Kamran Əliyev, Nizar İsmayıllı və Kamranbəy Rəhimovla yanaşı 2 yeni sima da var. Bunlar Elvin Barimovla Əkbər Əhmədovdur. Elit köməkçi hakimlər siyahısında 20 nəfər yer alır. İrəvan klubu AFFA-nın lisenziya komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm 1-ci liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib. Peşəkar Futbol Liqası bunu nəzərə alaraq klubu yarışdan uzaqlaşdırıb. Nəticədə bu mövsüm 1-ci liqada sonuncu yeri tutmuş Araz Saatlı klubu diviziyonda çıxışını davam etdirmək şansı əldə edib. Onlar 2-ci liqada 2-ci yeri tutmuş Cəbrayıl komandası ilə play-off maçlarında mübarizə aparacaqlar. Cütün qalibi növbəti mövsümdən 1-ci liqada yarışacaq.